İnsanda ürəyin sol qulaqcıq boşluğuna arterial qan neçə iri damarla gətirilir? Sol qulaqcıq boşluğuna arterial qan neçə damarla gətirilir soruşursa, təbiidir ki, bu sol qulaqcığa birləşən vena damarlarını soruşur. Biz buradan dördbucaq bir ürək çəkək, sol qulaqcığı burada təsəvvür edək. Həmişə bilirsiniz ki, ürək bizim baxdığımız şəkildə əksi kimi göstərilir. Yəni bizim sağ tərəfimizə düşür, amma sol qulaqcıq yazırıq. Sol qulaqcıq budur. Bu sol mədəcik olsun. Bu sağ qulaqcıq olsun. Burada sağ mədəcik olsun. Tam sol qulaqcıq boşluğuna arterial qan neçə damarla gətirilir? Bilirik ki, hər ağciyərdən 2 damar gətirir. Baxın, ağciyər yazıram. 1, bu da 2. Ağciyərdən deyək ki, sağ ağciyərdir bu. Tutalım ki, sağ ağciyərdən gəlir. Bir də sol ağciyər olsun. Məsəl üçün, belə şəkil çəkirik ki, anlayaq. 1 damar. Bu da 2 damar. Yəni, arterial qan ağciyərdən gəlirdi. Təbiidir ki, o ox işarəsi qoyaq bura. Qanın gəldiyi görsənsin. Getdiyi damar soruşmadığı üçün onları yazıb vaxtımızı almayaq. Sol qulaqcığa qan neçə damarla gətirildi? İri damar söhbətində yazıb bura. Və burada 4 ədəd damar olacaqdır. Ağciyər venası.